Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif ixtisas üzrə müəllim və müdavimlər üçün qalıqlı bölmə mövzusuna aid olan 20 suallıq sınağın izahını verəcəm. Əvvəlcə videomuzu bəyənməyi və ətrafınızda olan digər insanlarla paylaşmağı unutmursunuz. Dostlar, bizim dərslərə qoşulmaq üçün və yaxud dərslər barədə məlumat əldə etmək üçün 055 239 20 41 WhatsApp nömrəsinə yaza bilərsiniz. Biz isə çox vaxt itirmədən sınaq suallarının izahına başlayırıq. Siz də videonu saxlayaraq əvvəlcə özünüz müstəqil formada sualın cavabını tapmağa çalışırsınız. Daha sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edə bilərsiniz. Birinci sualımız 40-a bölmə zamanı qalıq neçə ola bilməz? Qaydanı xatırlayırıq. Qalıqlı bölmədə mühüm qaydalardan biri budur ki, qalıq həmişə böləndən kiçik olacaq. Əgər biz ədədi 40-a bölürüksə, əlbəttə ki, qalıq 39, 38, 37 və s. 1-ə qədər olan bütün ədədlər ola bilər. Amma 40-ın özü ola bilməz. Ona görə birinci sual doğru cavabımız B variantına uyğun gəldi. İkinci sual 14-ə bölmə zamanı alına bilən mümkün qalıqların cəmini tapın deyir. 14-ə bölmə zamanı qalıqlar 1, 2, 3 və s. 13-ə qədər olan bütün ədədlər olacaq. 1-dən 13-ə qədər olan ədədlərin bir növ cəmini tapmalısınız. Amma biz vaxt itirməli deyilik. Bunun qısa bir yolu var. Bu nədir? Qalıqların cəminin tapılması düsturudur. Düstur bu formadadır. Əminəm ki, hər biriniz bilirsiniz. N vurulsun, N çıxılsın 1 bölə 2. Burada N böləndir. Yəni 14-ü vurursunuz 14-dən bir əvvəlki ədədə. 14 çıxılsın 1-ə. Alınan nəticəni 2 yerə bölürük. 14 vurulsun 13 bölürük 2-yə. 14-ü 13-ə vurub 2-yə bölsəm, deməli 91 olacaq. Doğru cavabımız ikinci sualda A variantına uyğun gəldi. Üçüncü sualla davam edirik. 20-yə bölmə zamanı natamam qismət 8 alındı. Bölünən ən çox neçə ola bilər? Hansısa bir A ədədidir. Bunu 20-yə bölürəm. Bu zaman natamam qismət 8 alındı. Əlbəttə ki, natamam qismət ifadəsi varsa, bu demək ki, qalıqlı bölmədir. Qalıqlı bölmədirsə, burada qalıq var. Əgər bölən 20-dirsə, qalığın ən böyük qiyməti 19 olacaq. Və qalıqlı bölmə düsturunu xatırlayırıq ki, qalıqlı bölmə düsturunda bölünəni tapmaq üçün bölənlə natamam qismət bir-birinə vurulur və üzərinə qalığı əlavə edirik. 28-ə vuranda 160 edəcək, üzərinə də 19-u gəlsəm, 179 alacam. Doğru cavabım 3-cü sualda C variantına uyğun gəldi. 4-cü sualla davam edirik. Qalıqlı bölmə əməlində qalıq 8 və natamam qismət qalığın 3 mislinə bərabərdir. Bölünən ən az neçə ola bilər? Yenə eyni qayda üzrə hansısa bir A ədədidir. Bu ədədi bölürəm nəyəsə. Bu bərabərdir. Hələ ki bilmirəm nədir? Hansısa bir ədəd. Qalıqda da qalır 8. Amma bizə deyir ki, natamam qismət qalığın 3 mislinə bərabərdir. Qalıq 8-dirsə, natamam qismət o zaman 8-in 3 misli, yəni 24 olacaq. Digər tərəfdən mən bilirəm ki, qalıq böləndən kiçik olmalıdır və bölünən də deyir ən az olsun. Bölünən ən az olması üçün bölən və qismət mümkün qədər kiçik ədədlər olmalıdır. Zaten burada qismət standart ədəddir, yəni dəyişməyəcək 24 ədədidir. Amma biz böləni kiçik götürə bilərik. Qalıq 8-dirsə, bölən ən azı 9 olacaq. Və yenidən qalıqlı bölmə düsturuna əsasən bölənin natamam qismətə başqa sözlə 9-u 24-ə vurub üzərinə qalıqdakı ədədi, yəni 8-i əlavə edəcəm. 9-u 24-ə vursam 216 edər, üzərinə də bir 8 əlavə etsəm 224 cavabını alacam. Doğru cavabımız D variantına uyğun gəldi. 5-ci sualla davam edirik. Belə bir bölmə əməli verir. Deyir, burada natamam qismət ilə qalığın cəmini tapın. Ekranı bir qədər kiçildə bilərik fikrimcə, tam görünməsi üçün. Düzdür, çox əhəmiyyətli deyil. Yəni, burada cəmini tapmaq lazımdır bizə. Deməli, nə deyirik, dəyərli dostlar? Əvvəlcə verilən sualı təkrar bu hissəyə yazıram sizin üçün. 80, sonra 80. Deyəsən, 4 dənə 80-imiz var. Bəli, hamısını yazaq. Sonra bir dənə də 5 var. Bölürük 80-ə. Burada əsas məqsəd sıfırların əlavə edilməsinə diqqət yetirməyimizdir. Nəyə nəzərdə tuturam? Əvvəlcə 80 80-ə bölündü bir dəfə. Bir dənə 80-imiz 80. Sonra 8 gəlir. 8 80-ə bölünmədiyi üçün bura bir 0 yazmalıyıq. Bax, buna diqqət yetirirsiniz. Sonra bu 0 gəlir. 80 80-ə bir dəfə. Bir dənə 80-imiz 80. Sonra buradakı 8 gəlir. Yəni söhbət bundan gedir. Bu bölünmədiyi üçün bura bir yenidən 0 atıram. Sonra növbəti 0.
80 80-ə bir dəfə bir dənə 80-imiz 80. Növbəti bu gəlir artıq. Yəni bu 8 gəlir. 8 80-ə bölünmür. Ona görə bir sıfır atıram. Növbəti sıfırı gətirirəm 80 80-ə bir dəfə. Bir dənə 80-imiz 80. Davamı buradan yazmıram. Diqqətli olursunuz dostlar bu hissədə. Bəzən müdavimlər bura qədər gəlir və bundan sonra yanlışlıq edirlər. Düşünürlər ki, bu natamam qismət 5-də qalıqdır. Qətiyyən belə deyil. Sonuncu 5-i də endirmək lazımdır. Yəni 5 80-ə bölünürmü? Xeyr, bölünmürsə, onda bura bir sıfır atmağı unutmursunuz. Bundan sonra artıq sizin endirməyə bir rəqəminiz yoxdur. Hansısa bir rəqəm enmirsə, son qalıq olur 5. Natamam qismət də budur. Yəni 10 milyon 101 min 10 və qalıqda da oldu 5. Bunları indi toplamaq lazımdır. 10 milyon 101 min 10-un üzərinə bir dənə 5 əlavə etsəm, sadəcə burada 5 əlavə olunacaq. İndi variantlar üzrə baxsaq, deməli, neçə olacaq? 15 olmalıdır son hissəsi. Bir dənə C variantına uyğun gəlir. Yenə də yoxlamaq lazımdır. 10 milyon 101 min 15. Bəli, C variantı düzgün cavabımız olacaq dostlar. Davam edək növbəti 6-cı suala baxırıq. A ədədini 20-yə böldükdə qalıqda 8 alındı. Bu ədədi 5-ə böldükdə qalıqda neçə alınır? Bildiyimiz kimi 20-yə bölünən istənilən bir ədəd zaten 5-ə bölünür. Burada önəmli məqam qalığı birbaşa 5-ə bölməkdir. 8-i 5-ə böləndə qalıq neçə qalır? 3 qalır. Deməli, doğru cavabım 3-dür. Və yaxud 20-yə böləndə qalıqda 8 alınan bir ədəd. Məsələn, 20 üstə 8 gəlirim 28. 28-i 20-yə böləndə bir dəfə düşər, qalıqda qalacaq 8. Bu şəkildə yaza bilərəm. Həmin ədədi, yəni 28-i mən təkrar olaraq 5-ə bölsəm, çünki 5-ə bölünmənizi soruşur burada. 28-i 5-ə böləndə 5 dəfə düşər, 5 5-im 25 qalıqda qaldı 3. Yəni həmin 3 cavabını belə də alıram. Yenə də mahiyyətini izah edirəm. 20-yə bölünən bir ədəd zaten 5-ə bölünür. Burada önəmli olan qalığı bölməkdir. Yəni qalıq 8-dir, 8-i 5-ə böləndə alacağımız cavab yekun cavab olacaq. Bu tipli suallarda, yəni standart olaraq 20-yə bölünürsə, burada 20-yə bölünən bir ədəddən söhbət gedəcək, başqa ədəddən söhbət getməyəcək dostlar. Bu bunun sadə versiyasıdır. Yəni bunun hərflərlə olan versiyaları da var. Hərflərlə olan zaman siz birbaşa dəyişənlərdən istifadə etməlisiniz. Burada da dəyişənlərdən istifadə edə bilərsiniz, amma qısa yolunu da göstərirəm ki, bu sualları belə yazmaq mümkündür. Sual 7-yə baxırıq. 4-ə qalıqsız bölünən ədədləri 16-ya böldükdə alınan mümkün fərqli qalıqların cəmini tapın. Dostlar, 4-ə qalıqsız bölünən ədədlər 4-ün özüdür. Yəni 4-ün vurma cədvəlidir bir növ. 4, 8, 12, 16, 20, 24, 28, 32 və s. İndi gəlin bu ədədləri yavaş-yavaş 4-ə bölək. Daha doğrusu 16-ya bölək. İndi deyə bilərsiniz ki, məsələn, bu ədədlər 16-ya bölünmür. Tamam, onu bir kənara qoyuram, onunla bir işim yoxdur. 16-nı 16-ya böləndə qalıq qaldı 0. 20-ni 16-ya böləndə qalıq qaldı 4. 24-ü 16-ya böləndə qalıq qaldı 8. 28-i 16-ya böləndə qalıq qalacaq 12. 32-ni böləndə qalıq qalmadı. Diqqət yetirsəniz burada bu hissə təkrarlanacaq. Yəni 4, 8, 12. Bu da əslində ən əvvəldə yazdığımız ədədlərdir. Yəni 4, 8, 12. Yəni digər ədədlər 32-dən sonra 36, 40 və s. hansı ki 4-ə bölünən ədədlərdir. Yaza-yaza getsəniz və sonra həmin ədədləri 16-ya bölsəniz 4, 8, 12, 4, 8, 12 bu formada təkrarlanacaq. Bu tipli suallarda da dəyərli dostlar 4-ə 16-ya fikir verin. 16 4-ün hansısa bir mislidir. Bu zaman vurma cədvəlindən fikirlərsəz 4, 8, 12 artıq 16-nın özünü yazmırsınız həmin yerdə olan ədəd. Amma mahiyyətini başa düşək. Bu ədədlərin cəmini tapmaq lazımdır. 4-ün üstə 8 gələndə 12, üstə də 12 gələndə 24 alacam. Doğru cavabımız 7-ci sualda A variantına uyğun gəldi. Növbəti dəyərli dostlar 8-ci suala keçid edirəm. 8-ci sualda nə deyir? Cəmi 160 olan iki ədəddən birini digərinə böldükdə natamam qismət 9 qalıq 10 alındı. Bu ədədlərin fərqini tapın. Bu tipli sualları yazmaq üçün çoxlu üsullar var. İndi üsullardan mən birini sizə göstərəcəm. 2 dənə ədəddir. Biri A ədədidir, biri B ədədidir. A ilə B-ni toplayanda cəm edir 160. Deyir ki, birini digərinə böləndə, yəni A-nı B-yə bölən zaman natamam qismətdə 9, qalıqda 10 alınır. Dəyərli dostlar, bir ədədi digərinə bölmüşəm. Natamam qismət də verilib, qalıq da verilib. Onda A nəyə bərabərdir? 9-u B-yə vuracam. Yəni qalıqlı bölmə düsturudur. Söhbət buradan gedir. Üzərinə də qalıqdakı 10 ədədini gələcəm. Yəni başqa sözlə biz A-nın əvəzinə 9B üstəgələk 10 ifadəsini yaza bilərik. Sonra mən bunu aparıb əvəzləmədə yerinə yazacağam.
Yəni harda A görürəmsə yerinə 9B üstəgələk 10 yazacağam. Burada A gördüm, çox gözəl. Yerinə 9B üstəgəl 10 yazıram. Üstəgəl bir dənə də B hərfi əlavə edirəm. Yəni bu B-nin özüdür. Və bunların cəmi bərabərdir dostlar. Deyib yox, yuxarı hissədən yazsam 160-a. Belə düşünə bilərik. 9B ilə B-ni toplayanda edəcək 10B üstəgələk 10 bərabərdir 160. Buradan 10B bərabərdir 160-dan 10 çıxanda 150 qalacaq. B də bərabərdir 150-ni 10-a böləndə düşəcək 15. Deməli B-nin qiyməti 15-ə uyğun gələcək. Əla. B-ni tapdım. Aparıb A-nı da müəyyən edə bilərəm. Cəmi 160 idi. 160-dan çıxıram. 15-i qalacaq 145. Və yaxud burada da yerinə yaza bilərdiniz. 9-u 15-ə vurub üzərinə 10 gələrdiniz. A bərabərdir 145-ə. Yoxlaya bilərsiniz. 145-in üstə 15 gələndə 160 edir. Cəmi 160-dır. 145-i 15-ə bölsək, deməli düşəcək 9 dəfə. Qalıqda da qaldı 10. Bu ədədlərin fərqini istəyir bizdən. 145-dən 15-i çıxsam, qalacaq 130. Düzgün cavabımız E variantına uyğun gələcək. Növbəti 9-cu suala baxırıq. Baba ilə nəvənin yaşları fərqi 77-dir. Yəni babanın yaşına bir B hərfi desəm, nəvənin yaşına bir N hərfi desəm, fərq bərabərdir 77-yə. Bayaqkı sualdandır. Babanın yaşını nəvənin yaşına bölsəm, B bölək N bərabərdir. Natamam qismət 9, qalıqda da qaldı 5. Dostlar, bunu əvəzləyəcəm indi. Buradan B bərabərdir. Hətta elə qabağından yazaq buradan. B bərabərdir. 9-u N-ya vurub üzərinə 5 gələcəm. Yəni 9N plus 5. Bunu tapandan sonra aparıb bunu burada yerinə yazmaq lazım. Yəni B-nin əvəzinə yazıram. Bax, bunu burada əvəzləyəcəm. 9N üstəgələk 5. Bu B-nin qiymətidir. Çıxılsın N bərabərdir 77. Təkrar edirəm, bax bu ifadədə B-nin yerinə sadəcə tapdığımı aparıb yerinə yazıram. 9N-dən N-i çıxıram. Hərflər 1 çıxılır. Bu edir 8N bərabərdir. 77-dən 5-i çıxacam, edəcək 72. N də bərabərdir. 72-ni 8-ə böləndə düşdü 9. Nəvənin yaşı 9-dur. Gəlin babanın yaşını müəyyən edək. Babanın yaşı cəmi, daha doğrusu fərqi 77 idisə, 77-nin üzərinə 9 gəlib, bu da bərabərdir 86 ala bilərəm. Babanın yaşı da 86-dır. Və yaxud da 9-u 9-a vurub 81 üstə 5 gəlsəm 86-nı alacam. Hər ikisi məlumdur. Baba 86, nəvə 9. Deyir, bunları topla. 86-ın üstə 9 gələndə edəcək 95. Onların yaşları cəminin rəqəmləri cəmini tap. 95-in rəqəmləri cəminə də 9-un üstə 5 gələcəm, edəcək 14. Doğru cavabın D variantına uyğun gəlir, dəyərli dostlar. Sonra 10-cu suala keçid edək. Burada ekranı bir qədər kiçildim, daha yaxşı görməyimiz üçün. Aha. Sual necədir? 30-a bölmə zamanı natamam qismət və qalığı eyni alınan ən böyük ədədi 10-a bölmə zamanı natamam qismət və qalığı eyni alınan ən kiçik ədədə bölsək qalıq neçə olar? Dostlar, 30-a bölmə zamanı hansısa bir A ədədidir. 30-a bölmə zamanı natamam qismət və qalıq ən çox 29 ola bilər. Yəni eynidirsə. Təkrar edirəm, qalıq 30 əsasın 29 olduğunu müəyyən etdik. Buradan da A ədədi bərabərdir. 30-u vuracam 29-a, üstə də qalıqdakı 29 gələcəm, 899 edəcək. İndi keçək B ədədini. 10-a bölmə zamanı qalıq ən az 1 ola bilər. Natamam qismətdə onda 1 olacaq, deyir eyni olsun. Buradan da B bərabərdir. 10-u 1-ə vurub üstə 1 gəlsəm olacaq 11. İndi deyir ki, bu ədədə böl. Yəni 899-u 11-ə bölsək. Deməli necə olacaq? 899 bölünsün 11. 89-u əvvəlcə 11-ə böləcəm. Düşəcək 8 dəfə. 8 11-im 88. Burada 9-dan 8 çıxanda 1. Burada da deməli olur 9. Sonra 19-u da böləndə 1 dəfə. Bir dənə 11-imiz də 11. Qalıqda qaldı 8. Deməli 899-u 11-ə bölsək, qalıqda 8 qalacaq. Doğru cavabımız B variantına uyğun gəlir. Yəni əminlik üçün yoxlamaq lazımdır. Əgər 81 dəfə düşübsə, 81-i dərhal 11-ə vurub, üzərinə qalıqdakı 8 ədədini gəlirəm. Bəli, 899-u aldım. 11-ci suala baxırıq. 5-ə qalıqsız bölünən ədədi 40-a bölsək qalıq ən çox neçə
alına bilər. Diqqətli olursunuz. Bəzən müdavimlər 40-a bölmə zamanı qalığın ən çox 39 olduğunu düşünərək cavabı A variantı yazırlar və yanlış edirlər. Niyə? Çünki həmin ədəd 5-ə qalıqsız bölünməlidir. Dostlar, biraz düşünək. 5-ə qalıqsız bölünən ədədlər hansılardır? 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50 və s. Yəni bu 5-ə vurma cədvəldir. Belə-belə gedəcək. İndi təbii ki, bəziləriniz deyərsiniz ki, 5 məsələn 40-a bölünmür. Xəyal olaraq düşünsəz 5-i 40-a bölündə 0 dəfə düşür, qalıqda 5 qalır. 40-dan sonra məsələn 45 var. 45-i 40-a böləndə bir dəfə qalıq düşəcək 5. Sonra məsələn 50-ni 40-a böləndə qalıq 10 qalacaq. Diqqət yetirsəniz buradakı ədədlər həmişə təkrarlanacaq. Əslində bayaq bu tipli sual işlədiksinə. Yəni qalıqlar olacaq 5, 10, 15 və s. Ən böyük qalığımız ola biləcək 35. Ona görə doğru cavabımız E variantı olur. Yəni 5-ə qalıqsız bölünən ədədi 40-a bölsəniz, qalıq ən çox neçə olacaq? 35 olacaq. Məsələn, 5-ə qalıqsız bölünən ədədi şərti olaraq deyirəm, 50-yə bölsəniz, qalıq ən çox neçə olacaq? 45 olacaq. Yəni 5-ə bölünən 50-dən balaca ən böyük ədəd. Belə düşünə bilərsiniz. Sonra 12-ci suala baxırıq. Deyir ki, iki müxtəlif ədədin heç biri 30-a qalıqsız bölünmür. Bu ədədlərin cəmi hansı halda 30-a qalıqsız bölünər? Dostlar, əlbəttə ki, qalıqların cəmi 30 olan zaman, yəni doğru cavabımız C variantı olacaq. İki dənə müxtəlif ədəddir. Ayrı-ayrılıqda 30-a bölünmür, hər birinin qalığı olur. Amma cəmləyəndə əgər 30-a bölünürsə, deməli alınan qalıqların cəmi də 30-dur ki, orada əlavə, məsələn, birində 20 alınmışdı, birində 10. O qalıqları da üst-üstə qoyanda artıq 30 edir və 30-a tam bölünmüş olur. Sadə məntiqdir, bunu belə yadda saxlaya bilərsiniz. Sonra 13-cü suala baxırıq. 83 bölək m bərabərdir n, qalıq 3 əməlində m və n natural ədədlər. M kiçikdir n olarsa n ən çox neçə olar? Diqqət yetirməlisiniz ki, buradan 83 bölünəndir. Bunu tapmaq üçün m-i n-ə vururam, yəni qismətlə deməli bölən bir-birinə vurur, üstə də qalığı gəlirəm, yəni 3-ü. Buradan da m vurulsun n bərabərdir. 83-dən 3 çıxanda qalır 80. Və bundan sonra nəyə diqqət yetiririk? Əsas diqqət olunacaq məqam odur ki, m kiçikdir n-dən. Yəni n daha böyükdür. Vurma cədvəlini xatırlayaq dostlar. Nəyi nəyə vuranda 80 edər? 1-i 80-ə vuranda. 1 vurulsun 80. Bir hal budur. İkinci hal 2-ni 40-a vuranda 80 edə bilər. Yəni bu şərti gözləyərək belə yazıram. 3 olmayacaq. Sonra 4-ü deməli 20-yə vura bilərəm. 5-i 16-ya vura bilərəm. 6 olmayacaq. 7 bir də 8-i 10-a vuranda 80 ola bilərəm. Başqa yoxdur dostlar. Sonra 10 vurulsun 8 falan artıq yeri dəyişir. Bu bizə uyğun deyil. İndi burada nə lazımdır bizə? Diqqət yetirməlisiniz ki, deyir n ən çox neçə ola bilər? Diqqətsiz yanaşsaq, birbaşa deyərik ki, n 80 olar. Düzdür? Amma səhv edərik. Niyə? Çünki n burada böləndir. Bölən də qalıqdan çox olmalıdır. Qalıq üstürsə 1, 2 ola bilməz. Yəni mümkün deyil. Ən az m-in yerinə 4 ola bilər. Bu zamanda n-in ən çox ala biləcəyi qiymət 20 olacaq. Doğru cavab ona görə B variantına uyğun gəlir. Bir qədər diqqətli olmalısınız. Yenə qeyd edirəm. Deməli, n-in yerinə biz 20 yazsaq, m-in qiyməti olacaq 4, vuranda 80 edir və qaydamıza da zidd deyil. Sonra 14-cü sualla davam edirik. Belə bir ifadə verir, deyir A ədədini 20-yə böldükdə m dəfə düşür, qalıq 14. B ədədini 20-yə böləndə n dəfə düşür, qalıq 7. C ədədini 20-yə böləndə l dəfə düşür, qalıq qalır 12. Bunların hamısını A, B və C-ni toplayıb 20-yə bölsək qalıq neçə olar? Dəyərli dostlar, A özü 20-yə bölünür. Bununla bir işimiz yoxdur və qalığı qalıq olaraq qalacaq. B özü də, C özü də. Yəni nəyə nəzərdə tuturam? Burada sadəcə qalıqlar önəmlidir. Məsələn, 5 dəfə, 4 dəfə düşürsə, bunu təkrar 20-yə böləndə bölmənin paylama xassəsi əsasına bölünəcək. Yəni siz qalığı götürürsünüz. 14, 7 və 12. 14 üstə gələk 7 üstə gələk 12. Bunu toplayıb 20-yə bölmək lazımdır. Əgər bu qalıqların cəmi özü 20-yə bölünsə, deməli bunların cəmi də 14 20-yə bölünər. Hansı ki, bayaq bu tipli sual yazdıq. 14-ün üstə 7 gələndə 21 edər, 21-in üstə də 12 gələndə 33 edəcək.
33-ü 20-yə böləndə bir dəfə düşər, qalıq qalacaq 13. Bizə də nə lazım? Qalıq lazımdır. Doğru cavabımız D variantına uyğun gələcək. İstəsəniz burada A bərabərdir 20-ni M-ə vururam, üstə gəlirəm 14. 20n plus 14. B bərabərdir 20n plus 7 və s. belə yazıb. Sonra cəmləyib təkrar 20-yə bölə bilərsiniz. Bölmənin paylama xassəsini tətbiq edə bilərik. Yenə eyni cavab olacaq. Amma belə də qısa yazmaq mümkündür. Dostlar 15-ci suala qədəm qoyduq. Yanvar ayında işə başlayan mühəndisin aylıq maaşı 2510 manatdır. Bu adamın aylıq maaşıdır. Sonra illik xərci 11280 manatdır. Dəyərli dostlar, bir ilimizdə neçə ay var? 12 ay var. Nə edirəm əvvəlcə? 11280-i bölürəm 12-yə. Təkrar edirəm, 11280 manatı 12 aya bölürəm, çünki bu bunun illik xərcidir. Edir 940 manat. Adam aya 2510 manat qazanır. 2000, daha doğrusu 940 manata xərcləyir. İndi bunun nə qədər xalis gəliri olur? Yəni cibində nə qədər pul qalır? 2510-dan yazdığım kimi çıxıram 940 edir 1570 manat. Yəni bu adamın hər ay 1570 manat əlavə pulu qalır. Və o 32400 manatlıq maşın almaq istəyir. Nə edirəm? 32400-ü bölürəm 1570-ə. Sıfır silə bilərik. Yəni burada qalıq önəmli deyil bizim üçün. Niyə önəmli deyil onu deyəcəm. 324 0, yəni 3240-ı bölürəm 157-yə. Düşür 20 dəfə və qalıq neçəsə qalır. Qalıq mənim üçün önəmli deyil. Mənası nə deməkdir? Mənası odur ki, 20 ay bu adam işləsə bu maşını ala bilməyəcək. Yəni 157 vurulsun 20 3240-dan balaca ədəddir. Əlavə 1 ayda işləməlidir ki, o həmin maşını ala bilsin. Yəni qalıqdakı ədəd nə olmağından asılı olmayaraq orada onun 1 manatı da çatmasa, sonra 1500 manatı da çatmasa növbəti 21-ci ay yenə də işləməlidir ki, bu maşını ala bilsin. Deməli, ən az neçə ay çalışmalıdır? 21 ay. Gəlir və xərc dəyişməsə, o 21 aya bu maşını ala bilər dostlar. Davam edirik. Növbəti 16-cı suala keçid edirik. 15-ə bölmə zamanı qalığın qismətdən 4 dəfə az olduğu ən böyük tək ədədi tapın. Diqqətli olun. Qara hərflərlə verilib ən böyük tək ədəd deyir. Hansısa bir A ədədidir. Bunu bölürəm 15-ə. Bərabərdir. Hansısa bir ədəd düşəcək və qalıq qalacaq. 15-ə bölmə zamanı qalıq ən az neçə ola bilər? 1. Ən çox neçə ola bilər? 14. Bizə lazımdır ən böyük ədəd. Onda bura 14 yazıram. Bu 14-dürsə, qalıq da qismətdən 4 dəfə azdır. Onda 14-ü 4-ə vuraram 56. Buraya yazacağam 56. Bu zaman A ədədi nəyə bərabərdir? 15-i vur 56-ya. Üstə gəl 14 edir 854. Tələsik yazsaq, deməli nə olacaq? A variantını götürərik və bu yanlış olacaq. Çünki tək deyir. Bəzən müdavim yanlış yanaşır, deyir 854 deyir, sonra 853. Burada da yanlış edir. Niyə? Əgər 853-dürsə, hansı ədədlər yerinə yazıb 853 alacam? Mümkün deyil belə. Dostlar, əgər 14 ilə alınmadısa, qalıq 14 olanda alınmadı. Onda qalığın yenə bir dəfə 13 yazıram. 13-ün 4 misli, 13 vurulsun 4 edir 52. Yəni natamam qisməti 52 yazıram. Bu zaman A ədədi bərabərdir. 15-i vuracam 52-yə. Üzərinə gələcəm 13-ü. Edir 793. Bəli, düzgün cavabımız 793 olur fakt olaraq gördüyünüz kimi. Ən böyükdür və təkdir. Yəni burada 13 alınmasaydı 12-ni yazacaqdım. 12 alınmasa 11 yazacaqdım və s. Əlbəttə ki, bu maksimum 2 gediş alınan bir şeydir. Yəni biri təkdirsə digəri cüt olacaq. Və yaxud da cütdürsə tək alınacaq. Sadəcə burada tək cüt məsələlərinə diqqət yetirmək vacib məqamdır. Sonra dostlar 17-ci suala baxırıq. A ədədini 10-a böldükdə hansısa bir A ədədi var. Bunu 10-a böldükdə natamam qismətdə B, qalıqda da qalır 8. İndi buradan A nəyə bərabərdir? A bərabərdir. 10-u B-yə vururam. Olur 10 B. Üstə də qalıqdakı 8-i gəlirəm. Bunu yazdıq. Növbəti mərhələ deyir A ədədini 5-ə böldükdə. A ədədi 10B plus 8-ə bərabərdir. Bunu 5-ə bölürəm. Yəni 10B üstə gələk 8 bölünsün 5. 10B-ni 5-ə bölənə düşəcək 2B.
Sonra 8-i 5-ə bölürəm. Bölmənin paylama xassəsidir. 8-i 5-ə böl nə düşür? Bir dəfə düşür. Yəni bu ifadənin natamam qisməti olacaq 2b üstə gələk 1. Asan sual deyil. İfadə qurmaqla bağlıdır dostlar. Hərflərlə işləməyi hər biriniz bacarmalısınız. Biraz üst səviyyəli suallardır. Deməli, natamam qismət oldu 2b üstə gələk 1. Əgər qalığı soruşsa, 8-i 5-ə bölündə qalıq neçə qalır? 3. Yəni qalığı məndən soruşsaydı deyəcəkdim ki, 3-ə bərabərdir. Belə dəyərli dostlar, bu sualı da yazdıq. Növbəti 18-ci suala baxırıq. Bölünən və bölən 8 dəfə azaldılsa natamam qismət və qalıq necə dəyişər? Dostlar, bunu müxtəlif ədədlər üzərində yoxlaya bilərsiniz özünüz maraq üçün. Amma mən sizə bunun ümumi qaydasını deyim. Bölünən və bölən n dəfə azalsa və artsa, yəni ikisi də, natamam qismət heç zaman dəyişməz. Heç bir zaman. Yəni sürət və məxrəci eyni bir ədədə vurduqda və ya böldükdə kəsirin qiyməti dəyişirdimi? Xeyr. Zaten bölmə əməldə elə kəsrdə sürəti məxrəcə bölmək, bölünəni bölənə bölmək deməkdir. Ona görə nə olur? Natamam qismət dəyişməz. Amma qalıq n dəfə artıq və yaxud n dəfə azalacaq. Əgər bölünən və bölən 8 dəfə azaldısa, qalıq da 8 dəfə azalacaq avtomatik olaraq. Deməli, düzgün cavabımız A variantına uyğun gəlir. Yenə qeyd edirəm, müxtəlif ədədlər qoyaraq yoxlaya bilərsiniz bunu əminlik üçün, amma qayda olaraq da yadda saxlayın ki, bölünən və bölən n dəfə azalırsa, natamam qismət dəyişmir, qalıq n dəfə azalır. Artırsa n dəfə qalıq artacaq, amma natamam qismət və qalıq eyni olaraq yerində qalacaq. Sual 19-a baxırıq, qalıqlı bölmə ilə bağlı bir tənlikdir. Dostlar, bu tənliklər bizə çaşdırıcı gəlməsin. Bu bölünəndir. Yəni x üstə gələk 8 bölünəndir, bərabərdir. Bu böləndir, bu da qismətdir. Yəni 12-ni 14-ə vurub üzərinə qalıqdakı 5-i gəlmək lazımdır. Buradan da x üstə gələk 8 bərabərdir. Əvvəlcə sağ tərəfdə olan ifadəni hesablayacağım. Yəni nə edəcəm? 12-ni vuracam 14-ə. 168 üstə də bir 5 gəlsəm 173 alıram. Buradan da x bərabərdir. 173-dən 8 çıxıram. 165-ə bərabər olacaq. Deməli, x-imizin qiyməti başqa sözlə tənliyin həlli 165-ə uyğundur. 20-ci sual. Bölünən 215 və qalıq 6 olarsa, bölənin ala biləcəyi qiymətlərin sayını tapın. Dəyərli dostlar, bu sual bir qədər daha düşündürücü sualdır, amma bunun da çətin olmayan asan bir üsulu var. Düzdür, çox asan deyil, amma bir qədər düşünüb, qaydanı biləndən sonra asanlıqla belə sualları yaza biləcəyik. 215 bölünsün hansısa bir ədəddir, bilmirəm nədir, bərabərdir. Hansısa bir ədəd düşəcək və qalıqda qalacaq 6. Bura bir A deyirəm, bura bir B deyirəm. A vurulsun B bərabərdir. 215-dən 6-nı çıxacam. Yəni A-nı B-yə vurub üstə 6 gələndə 215 edirsə, 215-dən 6 çıxanda qalacaq 211. Daha doğrusu 209 qalır. Düzəliş edir. Bura oldu 209. İndi nəyə vuranda 209 edir? Dostlar, adətən belə suallarda buradakı ədədlər sadə ədədlər olur. Yəni say mümkün qədər məhdud sayda olması üçün. Çünki çox sayda olsa bunu tapmağımız mümkün olmayacaq qiymətlərin sayını. A böləndir. Bu isə 6-dır. 6-dan böyük olmalıdır bölən, çünki 6 qalıqdır. Minimal 7-ni yoxlaya bilərsiniz. 209 bölünsün 7. Tam bölünmədi. Növbəti 7-dən sonra gəlir 8. Yoxlaya bilərsiniz. 9 bölünmür, 10 bölünmür, 11 yoxlaya bilərik. Əslində digər ədədləri nəyə görə yoxlayıram? Hər ehtimala qarşı. Əsasən, yəni belə suallarda sadə ədədlər verilməlidir. 209 11-ə böləndə düşdü 19. Gördüyümüz kimi digər ədəd də sadə ədəd oldu. 11 ilə 19 bildiyimiz kimi sadə ədədlərdir. Yəni A-nın ala biləcəyi qiymət 11 ola bilər. Mümkündür. Digər tərəfdən bura 19 da yaza bilərəm. 19 yazsam 11 dəfə düşəcək. Yəni A-nın bölənin qiyməti 11 də ola bilər, 19 da ola bilər. Cavab 2-dirmi? Xeyr. Diqqət. Nəyə vuranda 209 edir? 1-i 209-a vuranda da 209 edir. Yəni 1 və 209 ola bilər. Amma çox diqqətli olursunuz. A-nın yerinə 1 yaza bilməzsiniz. Niyə? Axı bölən qalıqdan çox olmalıdır. 6-dan çox olmalıdır. Deməli 209 ola bilər. Bir sonraki ədəd. Yəni təkrar edirəm, bu sual asan deyil. Amma bu qaydaya əməl edib tətbiq etsək, test toplumumuzda da belə suallar çoxdur. Bu tipləri də rahatlıqla öyrənə bilərsiniz. Deməli, A-nın ala biləcəyi qiymətlər 11, 19 və 209-dur. Doğru cavabımız say olaraq 3-ə bərabər olacaq. Belə dostlar,
20 sualdan neçə düz yazdığınızı rəylər bölməsinə əgər istəsəniz qeyd edə bilərsiniz. Ümid edirəm faydalı video oldu. Sağ olun, bir sonraki izahlarımızda görüşərik. Hələlik.